Hepinizi salamlayıram, xoş gördük. Mənim üçün həqiqətən xoşdur ki, bu günləri Şirvan şəhərindəyəm və sizlərlə görüşürəm. Sizləri görmək bizim üçün həqiqətən xoşdur. Və gördüm də kollecinizdə təmir işləri gedir, buna görə sizi təbrik edirəm. Mən burada 3-4 il bundan önce olmuştum, ama bunu gördüm, sevindim. Həqiqətən kollecinizin təmirə ehtiyacı vardı və mən həmçinin də kollec rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, bugün bizə icazə vermişsiniz, şərait yaratmışsınız, biz sizin tələbələrinizlə görüşürük. İlk önce sizə qısaca layihə haqqında məlumat vermək istərdim. Bugün bizim sizinlə görüşmək səbəbimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Azərbaycanlıların Vətənpərvərlər İctimai Birliyinin layihəsi İqlim Səfirləri Gənclərin COP29 missiyası layihəsini icra edilir. Ümumiyyətlə, layihə bizə gənclərin iqlimi olan münasibətini, sonra bilirik ki, ölkəmizdə çox möhtəbər bir tədbir keçirildi, COP29. Bunun bizim ölkəmizə verdiyi müsbət nəticələr, sonra COP29 nədir, biz necə başa düşürük? Mən sizə özümü təqdim edim ilk öncə. Mən Billur Məmmədova, mən özüm psixoloqam, həmçinin də Gənclərin Antinarkomaniya İctimai Birliyinin sədriyəm. Ondan da əlavə olaraq bu layihənin layihə rəhbəriyəm. Və bizim məqsədimiz, istəyimiz odur ki, gənclərimiz daha sağlam olsun, yaşıllıqlarımızın dəyərini anlasınlar və yaşıllıq olmadan biz nə yaşaya bilərik, nə nəfəs ala bilərik. Həyatımız, havamız çirkli olsa biz heç bir halda sağlam ola bilmərik. Yəni bu layihənin əsas o məqsədlərindən biri də bizim sağlamlığımızdır. İqlim deyəndə iqlimin başında da duran səbəblərdən biri də sağlamlıqdır. Və bundan da əlavə olaraq mən özüm şəxsən COP29-da mavi zonada olan gənclərimizdən biriyəm. Biz COP29-da iştirak etmişdik. Həm yaşıl zona, həm mavi zonadaydıq. Həmçinin COP29 zamanı keçirilən bütün iclaslarda, paralel iclaslarda çatdırdığımız qədər hamısında iştirak etməyə çalışmışıq. Çünki eyni zamanda bir gündə paralel olaraq yan otaqlarda xeyli sayıda iclaslar keçirilirdi və bu iclaslar da nə ki Azərbaycanın, bütün dünyanın iqlim problemlərindən danışılırdı və bütün dünyanın iqlim problemləri bizim ölkəmizdə həll olunmağa çalışırdı və buna da görə müəyyən qərarlar, müəyyən qanunlar COP29-un sonuncu günü qəbul olunmuşdur. Mən ancaq özüm danışmaq istəmirəm, istəyirəm ki, sizinlə bizim bu tədbirimizi, görüşümüzü maariflənmə yolu ilə, sual-cavabla daha maraqlı keçməsi üçün elə edəyik və ona görə də mən sizlərdən kim aktiv şəkildə iştirak etsə bizim gənclərimizə, onlara biz təşkilatın tərəfindən imzalanmış, təşkilatın rəhbəri və layihə rəhbəri tərəfindən də imzalanıb həmin sertifikatlar həmin gənclərimizə təqdim olacaq. Ona görə sizlərdən xahişimiz, istəyimiz budur ki, utanmayalım, aktiv olalım. COP29-la bağlı, iqlimlə bağlı öz fikirlərimizi, öz biliklərimizi deyək, bir-birimizlə fikir mübadiləsi aparalım. Yəni, biz nə qədər çox danışsaq, ağıl ağıldan üstündür. Mən də sizdən bir şey öyrənə bilərəm və yaxud da hər hansısa bir dostunuzdan, hər hansısa bir tələbə yoldaşınızdan hər hansısa bir fikri sizlər də öyrənə bilərik. Ona görə hər birinizdən xahişim budur ki, heç birimiz utanmırıq, çəkinmirik və aktiv şəkildə biz bu tədbirdə iştirak edirik. İlk öncə mənə maraqlıdır ki, COP29 deyəndə ümumiyyətlə sizin yadınızda nə qalır? COP29 nə idi? Niyə ölkəmizdə keçirildi? Bunun mənası nədir? Bu haqda kim danışa bilər? Birinci ad soyad mıdır? Kimdə qələmi var? Kimdə qələm var? Bir dənə söz istəyirəm mənə qələmi. Yaxşı yazır. Onu belə qeydiyyat vərəqəsi kimlərdir? O uşaq yazsın. Mən verdiyim üçün qələm yaxşı yazsın. Yəni, başqa bir yerdə yox var. Bax, həmin qızın ad soyadını qeyd edəcəksin. Ad soyadını geçəkdir. Salamla elə xəbərdir. Çox gözəl. Bizə fikirlərə maraq. Fikirlərə görə qızım. Ümumiyyətlə, ilk növbədə istəyirəm ki, COP-un açılışını verək. Club Conference of the Parties sözündən götürülmüşdür. Yəni, bu sözün qısaldılmışıdır. Tərəflərin toplantısı deməkdir, belə deyək.
Bu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi çərçivəsində konvensiyasına qoşulmuş ölkələrin illik toplantısıdır. Bu toplantının əsas məqsədi isə iqlim dəyişikliyi ilə mübarizə aparmaq, yeni iqlim planları qurmaq, bu planlara riayət etmək və bu planların həyata keçirilməsi üçün maliyyə mexanizminin formalaşdırılmasıdır. COP29-un Azərbaycanda həyata keçirilməsi isə Azərbaycana müsbət təsirlər odur ki, bu zaman digər ölkələrdən ölkə liderlərinin Azərbaycana gəlməsi beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu belə deyə artırmışdır, digər ölkələrin Azərbaycana etimadını artırmışdır. Həmçinin digər ölkələrdən iqtisadi cəhətdən müsbət tərəflər də budur ki, ölkəmizə digər ölkələrdən bir çox turistlər axın etmişdir. Həmçinin COP29-un tarixi isə 1992-ci ilə gedib çıxır və 1995-ci ildən etibarən hər il COP samiti həyata keçirilməyə başlamışdır. Ən önəmli, əhəmiyyətli dönüş nöqtəsi isə 2015-ci ildə Paris sazişi olmuşdur. Çox sağ olun, çox geçən dərin biliklərə malik olduğunun şahidi oldu və buna görə sizə təşəkkürümüzü bildiririk. Və sizi önə alaq, sizin sertifikatınızı verək. Bu yaxınlarda keçirilən Greening İntelektuallik yarışmasında Minət xanım birinci yer tuturlar. Çox gözəl, şəhid oldum, təbrik edirəm. Fəal tələbəmizdir, intizamlıdır, dərsləri yaxşı oxuyur, çox yaxşıdır, həm də əlaçıdır, dərs əlaçısıdır. Çox gözəl, təbrik edirəm. O yana da baxarsınız, zəhmət olacaq. Daha bir sual da vermək istərdim ki... Kim hazırlaşıblar, danışsınlar? Kim uşaqlar hazırlayıb? Buyursunuz. Kim hazırlaşıb, çıxış eləmək istəyir, buyursun. Fikirlərinizi buyurun. Ad soyadını da geçək qız. Həsənli Məlahət. Respekt danış. İlk öncə hər kəsə salam verirəm. Hər bir samitin keçirilməsi, bir tədbirin keçirilməsi xoş təəssürat yaradır bizdə. COP29 bildiyiniz kimi Azərbaycanda Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan Respublikasına keçirilmişdir və 190-dan çox ölkənin rəhbərlərinin, dövlət başçılarının bu tədbirlərdə iştirak etməsi Azərbaycan xalqı üçün demək olar ki, çox tarixi bir an yaşatmışdır və Azərbaycanda keçən bu COP29 samitində müəyyən tarixi anlar olmuşdur ki, bunun açılışı olmuşdur, prezidentimizin açılışı olmuşdur və bu COP29 bildiyimiz kimi Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində Olimpiyada stadionunda keçirilmişdir və digər zonalarda yaşıl zona, mavi zona olmaqla bu təşəbbüs daha da genişləndirilmişdir və burada bildiyimiz kimi Bakı şəhərində könüllülər daha yaxından iştirak etmişlər və bunu daha maraqlı keçirmişdir. Hətta içəri şəhərdə bir çox sərgilər, təqdimatlar da keçirilmişdir. Hətta bunu da bildirmək istəyirəm ki, Azərbaycanın dediyim kimi Bakı şəhərində keçirilən bu COP29-da BMT-nin baş katibi Antonio Guterres və Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev də qarşılıqlı şəkildə söhbətlər olmuşdur. Çox sağ olun, çox geçən dolğun fikirlər verdim. Bir də sizin fikirlər əlavə olaraq bildirmək istədim ki, burada könüllülər nəinki Azərbaycan gənclərindən ibarət idi, dünya könüllüləri də iştirak edirdi. Yəni, dünya ölkələrimizdən Azərbaycana könüllü olaraq gələn xarici tələbələr var. Yəni, biz indi xarici deyirik, xarici tələbələr var idi. Bunlar, yəni, irqindən, dinindən asılı olmayaraq, həm ruslar idi, elə deyək ki, hamısı başa çıxır, həm biz necə dedik, qara millət onlar idi, həm Avropadan idi. Onlar da bizim ölkələrimizdə könüllü olaraq iştirak edirdi. Gözəl bəy, ümumiyyətlə, könüllü nə deməkdir? Könüllülük fəaliyyətindən biz nə bilirik? Sürün suallarınızı cavab verəcəm. Tam deyim, sonra ad soyadınızı da deyərsiniz. Zəhmət olar Gülsura. Tamam. Sizə könüllülük haqqında məlumat vermək istəyirəm. Könüllülük qısaca hər hansı bir dövlət işlərində, dövlət təşkilatlarının tədbirlərində və s. heç bir qarşılıq gözləmədən aparılan işlərdir. Hansı ki, məsələn, belə deyək, qanunların qarşılanması ola bilər, belə sertifikatların yazılması və s. kimi işlər olur. Burada könüllülər iştirak edirlər və könüllülük işləri həmçinin ölkəmizin gənclərinin daha da çox öne çıxmasını təmin edir. Çox gözəl. Biz COP-la bağlı bizə nə fikirlərini bildirə bilərsən?
COP29 Azərbaycanda keçirilmiş tədbirdir, hansı ki 11-24 noyabr 11-24 noyabr 2024-cü il tarixlərində keçirilmişdir. Bu tədbirdə 190-dan çox ölkə liderləri iştirak etmişdir, hansı ki bu liderlər ölkəyə həm iqtisadi cəhətdən, həm də ölkələrin etimad baxımından çox böyük təsirləri olmuşdur. Ölkədə həmin COP29 çərçivəsində bir çox ölkə liderlərinin çıxışları olmuşdu. Həmçinin Azərbaycan lideri İlham Əliyevin çıxışı olmuşdu ki, hansı ki o çıxışlarında həmin COP29-un Azərbaycan iqtisadiyyatına xeyri haqqında danışmışdı. Çox sağ olun. Zəhmət olsa sizi də önə alaq. Tələbələrimizi görürük və buna görə də sizə təşəkkürümüzü bildiririk ki, çox gözəl hazırlaşmışsınız. Və daha sonra kim danışmaq istəyir? Tamam, hazırlayıblar, göstərməyin. Tamam, göstərərik. Çox güzel. Onları da çəkərik. Çox gözəl. Bir çox tərəflərdə var idi, sadəcə olaraq bildirimiz. Çox gözəl. çoxsu da var idi. Sonra kim hazırlayır uşaqlar? Əli buyur, Əli buyur oğlum. Kim uşaqlar hazırlaşıbsınız, zəhmət olmuş, öz çıxışlarını verirsiniz. Salam bütün tədbir iştirakçıları. Bugün mən Azərbaycan COP29 haqqında Azərbaycan üçün nə əhəmiyyət daşımasından danışacağam. Əsasən beynəlxalq COP29-un Azərbaycan üçün beynəlxalq nüfus haqqında əslən ev sahibliyi bura aiddir və yaşıl inqilab burada daha da Azərbaycan üçün əhəmiyyətli olmuş və beynəlxalq nüfus haqqında bəzi dövlətlərdən, bəzi dövlətlərdə olmayan və bəzi bura aid olunmuş COP29 sadəcə başda keçirilmiş bir tədbirdir və burada əsasən ekologiya üstündən keçirilmiş, ekologiya üstündən, yəni bütün dünya dövlətləri arasında bütün dünya dövlətlərindən həmkarlar gəlmişdir və bu bizim üçün bütün əhəmiyyətli olmuşdur. Çox gözəl, sizi də önə alaq. Daha sonra kim hazırlaşmışdır? Buyurun, tamam, teşekkür. Ad soyadını zəhmət olmasa. Hanım, qeyd edin də qızım da. Ad soyadı? Adı soyadı bir. Mirzəyeva. Mirzəyeva. Günay. Ata adın? Mehman qızı. Bəli. İlk öncə hamınızı salamlayıram. COP29 Birləşmiş Millətlər Təşkilatının sədrliyi ilə iqlim dəyişməsi üzrə konvensiyası üzrə illik ölkələrdə iqlim dəyişikliyi barədə məlumat verir. Burada əsasən iqlimin dəyişməsindən, ölkəmizdə olan istiliyin, yəni hava temperaturundan bəhs edilir. Ölkəmizdə ev sahibliyi etmişdir. Bakıda Azərbaycan ölkəsinin Bakı şəhərində olmuşdur. 2024-cü il 11 noyabrından 24 noyabrına qədər davam etmişdir. Ölkəmizdə 190-dan çox ölkə başçıları iştirak etmişdir. Burada əsasən turistlər də iştirak etmişdir və əsas qlobal məsələlərdən biri olmuşdur ki, 2035-ci ilə qədər bütün ölkə təşkilatında iştirak edən ölkələrə 300 milyard vəsait ayrılmışdır. Çox sağ olun. Siz də önə alaq bir dənə şey. Sonra daha sonra verəcəyik sizə. Daha sonra kimsə hazırlaşır. Qızım, sən hazırlaş, bunları təqdim edək, sonra siz danışın. Ad soyadınızı deyin, o vaxta qədər xanım yazsın. Buyurun. Hər birini salamlayıram. Bugün COP29-un Kanadan nə var və hansı dövlətlər
təşkilatların iştirak etdiyini danışılan COP29 2024-cü il 11-23 noyabr tarixlərində Azərbaycanın paytaxtı olan Bakı şəhərində keçirilmişdir. Tədbirdə investisiya tərəf olan ölkələr təxminən 198 ölkə iştirak etmişdir. Bundan başqa beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, GHT-lər, akademiklər, biznes sektoru, yerli gənclər və əhalilər bu tədbirdə iştirak etmişdir. Bir də özür istəyirəm. Çox sağ ol, sən ala. Bunu kim yazmayıb? Ötürüm o tərəfə. Buyur, Başqa kim çıxış edəcək? Dəmirsən, Ad soyadını deyir, xanım yazsın, o vaxta qədər. Vəlizadə nədir? Ata buradadır. Salam, mən bu cümlə COP29 haqqında məlumat verəcəm. COP29 yeni Birləşmiş Millətlər arasında iqlim dəyişikliklərinin yaradılmasıdır və bu tədbirdə bir çox insanlar iştirak etmiş, eyni zamanda prezidentimiz İlham Əliyev iştirak etmişdir. COP29 11 noyabr 2024-cü ildə Bakı, Azərbaycan paytaxtında baş vermişdir. COP29 əsas məsələləri vardır. Bunlardan biri iqlim dəyişkənliyi, daha sonra iqlim dəyişkənliyinə adaptasiya və iqlim dəyişkənliyinə adaptasiya deyək, qazların 1,5 dərəcə Selsidə ona uyğun edilməsi. Çox gözəl, siz də önə alaq. Daha sonra kim istəyir? Buyurun, çox gözəl. Əvvəla xoş gəlmişsiniz. Sizi kollecimizdə 4-cü yarışaldır. Mən COP29-un yaşıl keçid və bərpa olunan enerji haqqında danışacağam. Yaşıl keçid COP29-un daxilində yaşıl keçid və bərpa olunan enerji resursları, keçidin sürətlənməsi qazdan, neft və qazdan, kömürdən və neftdən asılılığı azaldığıdır və buna baxaraq da təmiz enerji artırdır və bizim hal-hazırda olan maliyyənin yüksəlişliyi var, maliyyənin buna köməkliyi var idi və burada təmiz enerji COP29-dan bizə kömək edir. Çox gözəl, zəhmətimizi siz də önə alaq. Hüseyin bəy, təmin xalarınız bol olsun. Bir kası da var, yaxşı. Hə, çox gözəl. Var. Bir də eşkin Azərbaycanda bulunduğumuz çıxışlardan və nümayəndə danışmaq istəyirəm. Hansı ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev COP29-un açılışında qeyd etmişdir ki, COP29-un keçirilməsi Bakı üçün mühüm əhəmiyyət təşkil. Həmçinin Azərbaycan könüllüləri və digər könüllülərin iştirakını danışmaq istəyirəm. Milyonlarla könüllü öz real potensialını artırmışdır. Bunlar arasında Azərbaycanın yüksək potensialı maaş olan könüllülər də var idi. İçəri şəhər sərgisi, hansı ki BMT-nin baş ali konferanlarının çərçivəsində keçirilən iqlim böhranları və qaçqınların köçünlərin reallaşdırılması adlı şəhər keçirilmişdir. Burada İçəri şəhər stansiyasında keçirilmişdir. Hə, buyurun. Çox gözəl. Daha sonra siz əyləşin, ortadan da danışsın, sonra ikiniz də bərabər gələrsiniz. Deməli, bugün inkişaf etmiş ölkələrdə olan iqlim maliyyələşdirilməsi barədə məlumat verəcəm. Deməli, COP29 nəticəsində qəbul edilmiş qərarlardan biri Hə, hansı? Problem yoxdur. Konspektin varsa baxa bilərsən. qəbul edilmiş qərarlardan inkişaf etməkdə olan ölkələr üçün 300 milyard ABŞ dolları səviyyəsində Pul yığılmışdır. maliyyə qəbul edilmişdir. Deməli, həmçinin 2035-ci ilə qədər
ictimai və özəl mənbələrdən illik 1.3 trilyon ABŞ dolları əhatə edən maliyyə mobilizasiyası hədəflənmişdir. Sağ ol. Sizin alanlara zəhmət olmasın. Zadə Samir, Əbdül Bağır. Və COP29-un məqsədləri. Bu günləri mən sizə COP29-un tarixindən danışmaq istəyirəm. COP29 1992-ci ildə qəbul edilir. 1995-ci ildə COP27 hər il keçirilir. Əbdül Bağırdır, özür istəyirəm baxanlarda. Əbdül Bağır. Ağda yoxdur. Rö yoxdur, Bağır. Bağır. Əbdül Bağır bir yerdə. Tamam, çox güzel. Əbdül Bağır. Yəni 1995-ci ildə summit hər il keçirilir. COP summit hər il keçirilir. Ən böyük mühüm isə 2015-ci ildə Paris şok olmuşdu. İndi ona görə də COP hər il müxtəlif ölkələrdə keçirilir ki, o sızılışların qarşısını almaq və hər hansı bir ölkədə baş verməsidir. Buyurun. Çok güzel. Əyləşin. Çok gəldi. Sonra daha sonra. Sonra Nərmin buyur bizə. Nərmin. Çox uzun danışmaq istəmirəm, qısa bir məlumat vermək istəyirəm. COP29 çərçivəsində olan razılaşmalardan danışmaq istəyirəm. Bu razılaşmalardan biri də yeni kollektiv məlumatlı maliyyə məqsədli razılaşmadır. İnkişaf etmiş ölkələr üçün daha da məqsədli əlverişli olması üçün milli maliyyə dəyərinin artırılması daha hədəflənir. Hədəflərimizdən biri də itki və zərərlərə yox demək, onların qarşısını almaq və buna lazım olan fondları gücləndirməkdir. Yəni bu qədər. Çok güzel. Əyləşin. Daha sonra Yoxsa mən sual-cavab eləmək istəyirəm sizlərdən. Ümumiyyətlə, biz iqlim deyəndə nə nəzərdə tuturuq? Təbiəti necə qorumalıyıq? Sizcə təbiət necə danışa bilərik? Qafaya, ad soyadını söylə. Bir daha xahiş etsəm şəkildə çıxarda bilərik ilk öncə. Yox, çəkəylə. Sizə bir sertifikatla verib şəkil çəkəcəyik. Zəhmət olmaz. Çıxar şəkil. Ata adı? Əlizadə. Nazim Familoğlu. Çox gözəl, buyurun. Eşitmək istəyir, nə başa düşürük, nə düşünürük? COP29-un mahiyyətini soruşuruz. Yox, mən ümumiyyətlə iqlim dəyişikliyi deyəndə biz insanların çirkləndirdiyi, karbon yaxud da digər kənomadlərdən zəhərlədiyi ətraf mühitin təmizlənməsini, bərpasını nəzərdə tuturuq. Həmçinin planetdə yüksələn istilik dərəcəsinin aşağı salınmasını və sürətlə əriməkdə olan buzlaqların, insanların təsir verdiyi buzlaqların bərpasını nəzərdə tuturuq. İqlim dəyişikliyi deyəmək. Çox gözəl. Bəs havaların istiləşməsi, biz nə qışı qış kimi, nə yay kimi yaşayırıq. Bunun bəs bizim səhhətimiz üçün sizin düşüncənizlə nə təsirlər? Səhhətimiz olduqca ciddi zərərlər var. Çünki öyrəşdiyimiz mühit dəyişir. Məsəl üçün, deyək ki, bir Afrika ölkəsində isti gəlir, şu an çox ölkən, indi artıq bu dəyişməyə başlayır, şimal ölkələr daha çox isinməyə başlayır. Bu da olar ki, insanların səhhətinə mənfi zərərlər verir. Çox gözəl. Əyləşin zəhmət olmasa. Sizin ad soyadınız? Cəfəli mənim. Siz nədən deyə bilərsiniz? COP29-un əsas məqsədlərindən danışıb bilirəm. COP29-un əsas məqsədi oldu ki, yəni dünya ölkələrin bir araya gətirilib onların iqlim dəyişikliyinə qarşı məsələn bir çox tədbirləri müzakirə eləməkdir. Azərbaycan üçün də xeyri odur ki, yəni dünya ölkələri ilə dostluğun münasibətləri qurulur, etimadını artırır, Azərbaycanın əsasında nüfuzunu artırır. Yəni bir çox xeyirlər var, bu bizim üçün əsasən qürurverici bir hissi. Yəni beləncə. Bəs ümumiyyətlə sizin düşüncənizlə, yəni mən sizin düşüncələrinizlə maraqlanır ki, burada COP29-un keçirildiyi ölkəmizdə, burada gənclər nə qazandı? Gənclər burada necə maarifləndir? Gənclər təcrübə aldılar, yəni gənclər də onları nümayiş etdirdilər ki, yəni təbiətimizin qədrini bilməliyik. Yəni bu nə qədər ki var, insan bir dəfə həyata gəlir də, yəni ondan səmərəli şəkildə istifadə etməliyik, qorumalıyıq. Yəni bizdən gələcək nəsillərə də onlardan bir dərs çıxarda bilməliyik, onlar üçün nümayiş etdirməliyik. Çox gözəl, əyləşin. Siz nəsə əlavəniz var idi? Beləlikdir ki, gələcək nəsillərimizə öyrətməliyik ki, bizə təbiəti çirkləndirmək olmaz. İqlim
Biz təbiət içkiləri yediyimizdə hər iqlim dəyişikliyi baş verir. Plastik tullantılar olsun, kağız tullantılar olsun. Hər kağız tullantı edəndə bir ağac məhv olur. Ümumiyyətlə biz tələbələr olaraq, çox sağ olun əyləşin, yəni adi bir vətəndaş olaraq çöldə zibil atan şəxs görəndə yerə və yaxud da ki, kimsə yeyir, kağızı atır. Biz görəndə həmin şəxsi reaksiya bildiririkmi? Mənə Kağızı atmaq arasında ekologiyanı zəhərləmək deyil. Qalx ayağa. Ayağa qalx. Bəli. Zaten biz kağız ekologiyanı zəhərləmək. atmaq ekoloji çirklənmək Bəli, deyil. neyirik? Çünki o kağız artıq ekoloji Kağız olmasın, blok olsun. Amma əlbəttə ki, biz blok atmağımız, yaxud da hər hansı bir kimyəvi tullantı, plastik, salafan, yaxud da plastik qutular atmağımız təbiəti zəhərlənir. Ümumiyyətlə, bilmək istəyirdim, maraqlıdır bu sual mənə. Sizdə iməclik edib, məsəl üçün, keçirirsiniz təmizləmə. Çox gözəl. Bu iməcliklər harada olur? Yəni, kolej ətrafında. Hətta bizim külün qırağında orada birinçilər külün sahili var burada. Uşaqlar könüllü gedib orada da təmizlik işləri görmüşdü. Gənclərin təşkilatı var bunun, layihəsi var bunun. Şirvan Gənclər Evi. Bəli, onunla əməkdaşlıq edirik, yaxından uşaqlarımız orada Tələbələrimiz bu yaxınlarda yeni dava çəkmə aksiyasında iştirak edirlər, Gənclər Evi. Gülübkə xanım, bir dənə dalxanı zəhmət olmasın. Mən istərdim ki, siz bizə deyəsiniz ki, ümumiyyətlə biz təmizlikdən danışırıqsa, təmizlik yəni yalnız bizim evimizin təmizliyindən mi söhbət gedir, yoxsa biz nə qədər evimizi təmizləsək də havamız, ətrafımız, çöl təmiz olmasa, bu bizə nə qədər ziyan vericidir? Bu haqda nə deyə bilərsiniz, nə düşünürsünüz sizcə? Əlimizdən gələn qədər təbiətimizi də evimizdə qorumalıyıq. Çünki bu həm bizim sağlamlığımıza xeyirdir, həm də təbiətimizə xeyirdir. Nə qədər ki, ətrafı çirkləndiririk, bu zaman həm ağaclar məhv olur, qazlı pis qoxular ətrafa yayılır və bu bizim oksigenimizə zərər verir. Təbii ki, də buna görə hər birinin qarşısını almaq üçün bir insan olaraq buna qarşı da tədbir görməliyik. Ətrafı çirklədən insanlara isə tədbir görülməlidir ki, ətrafı çirkləndirməsinlər həm heyvanlara da ziyandır. Yəni, heyvanlar da məhv olur. Çünki kiçik bir şey quşları belə məhv edə bilər. Buna görə həm təbiəti, həm insanları, həm də özümüzü qorumaq bir insan olaraq tədbirimizin haqqıdır. Yaşın zəhmət olmasa. Kimin nəsə əlavə demək istədiyi, buyurun. Öncəliklə siqaret qutuların yaratılması, siqaretlərin yaratılması, məsələn, saqqız çeyniri yaratılır, məsələn, Ayda müəllim sözü kimi olmasın, quşlar o yeyir və quşlar o yeyilərək Dimdikləri yapışır. Dimdikləri yapışıb ölür. Tamamilə. Ondan sonra maşınları keçmək olsa, maşınları görürsünüz ki, 2025-ci illərdə elektrikli maşınlar çoxalır. Elektrikli maşınların çoxalması səbəbi də həm də insanlar görür ki, Bakıda, burada bunun çoxalması əhəmiyyətlidir. Çünki köhnə maşınlarda o qazlar hava üçün zərərlidir. Çox sağ olun. Bir də xahiş edirəm, kimlər sertifikatını alıb, yəni alanlar, almayanları burada bir... İqlim dəyişmələrinə səbəb insanların təbiətə olan amansız münasibətinin nəticəsidir. İstixana qazlarının artması, nəqliyyat vasitələrindən havaya qalxan zəhərli tüstülər, zavod və fabriklərdən havaya qalxan zəhərli tüstülər, məişət tullantılarının yandırılması hər biri atmosferdə istixana qazlarının artmasına, iqlim dəyişmələrinə səbəb oldu. Dünyada, dünyanın ümumiyyətlə hava nizamı pozulur. Soyuq ölkələrdə istilər, isti ölkələrdə soyuqlar düşməyə başlayır. Ümumiyyətlə bir şey dərk etmək lazımdır ki, təbiət bizim evimizdir. Hər bir kəs təbiəti qorumalıdır. İndi iqlimin bu qədər dəyişməsi, siz bilirsiniz ki, quraqlıq baş alıb gedir, quraqlıq da ərzaq qıtlığına gətirib çıxardır. Bu da əhalinin acından əziyyət çəkməyinə, acından ölməyinə bəzi ölkələr var, bilirsiniz, orada ərzaq qıtlığı yaşanır, gətirib çıxarır. Ona görə də COP29 adlı konferansın keçirilməsinə bir zərurət yarandı. Azərbaycanda təşkil olunmuş COP tədbirləri yüksək səviyyədə keçirildi. Bu, Azərbaycanın dünyada olan nüfuzunun
göstəricisidir, yüksək səviyyədə təşkil olundu. Tək məqsəd iqlim dəyişmələrini önə çəkmək, alternativ enerji mənbələrindən istifadə etmək, təbiəti qorumaq, təbiəti qoruyaraq insanları qorumaq və təbiətdə yaşayan digər canlıları qorumaq məsələsi önə gətirildi. Bizim tələbələrimiz də öz çıxışlarında göstərdilər ki, o mövzu haqqında məlumatlıdırlar. Kollecimizdə dəfələrlə müxtəlif səthli tədbirlər keçirilir. Tələbələr ağac əkmə aksiyalarında iştirak edirlər. Kollecin həyatkarlı işlər sahəsinin abadlaşmasında yaxından iştirak edirlər. Buna görə mən hər bir gəncə öz təşəkkürümü bildirirəm. Hətta çox tədbirləri zamanı bizim tələbələrimiz könüllü kimi fəaliyyət göstərdilər. Könüllülük də əziz gənclər, təmənnasız şəkildə vətənə xidmət deməkdir. Heç bir təmənna gözləmədən fəaliyyət göstərmək, gələn qonaqları istənilən tədbirlərdə lazımi ünvanlara çatdırmaq, lazımi iş yerlərinə çatdırmaq, onlara ölkə haqqında məlumat vermək, onlara bacardığınız qədər kömək etmək deməkdir. Aydın oldu. Bu qədər. Çox sağ olun. Burada sizə təşəkkürümü bildirirəm ki, yəni çox gözəl tələbələrlə işləyirsiniz, tələbələrlə əlaqələr qurulub. Hər kollecdə tələbələr belə aktiv olmur, belə daha çox bilikli olmur. Yəni mən üçün də xoşdur ki, sizin həm dünya görüşünüzü görmək, ki, yəni biz danışırıq, bəzən bizə elə belə gəlir ki, biz söz fərqinə danışırıq, amma bizim danışdığımız nitq bizim hansı dünya görüşünə sahib olduğumuzu bizə çatdırır. Və mən bu günləri sizin dünya görüşünüzü görmək mənim üçün bir xoşdur və şadam ki, bizim belə gənclərimiz var, bizim belə gələcəyimiz var, sizlər bizim gələcəyimizsiniz. Mən inanıram ki, kolleci bitəndən sonra təhsilinizi davam elətdirəcəksiniz və uğurlarınız davamlı olacaq. Mən buna inanıram və kollec bunu yetişdirir. Kollec sizə ilkin addımı atır, sizə o insanın çərçivəsi var. O çərçivənizi sizin qırmağa kömək edir ki, siz özünüzü ifadə etməyi bacarasınız, siz özünüzü ifadə edəsiniz. Ən gözəl bir şey odur ki, biz hiss etdiklərimizi nitqimiz ilə çatdıra bilək. Bunu bacara bilmək bizim bir plus, başqa insanlardan uğurumuzdur. Bunu sizin kollecinizdə həqiqətən əziyyət çəkirsiniz və buna görə xüsusi təşəkkürümüzü bildirir ki, tələbələrlə iş olunur. Yəni burada biz bunu gördük ki, tələbələrlə kommunikasiya var, tələbələrlə birgə iş var və birgə fəaliyyət var. Bu bizim üçün həqiqətən sevindiricidir. Əlaqələr də var. Buyurun. Və bizim kollecin hər mərtəbəsində, yəni Sizə bəlkə belə alaq. Kollecimizin hər şöbəsində bir komanda fəaliyyət göstərir. Komanda kapitanları da buradadırlar. Onlar çox gözəl əlaqə yaradırlar tələbələr arasında. Onlardan biri Cəsarət İskəndərovdur, o özü də idmançıdır. Sonra onun mavini var burada Samir Məmmədzadə. Bir şey də deyim ki, Bürür xanım, siz gələnə kimi ümumiyyətlə biz vaxtdan səvərən istifadə edib, erkən nikah mövzusunda bir maarifləndirici söhbət apardıq, dəyərli masa ətrafında. İndi bir tədbirə hazırlaşırıq, narkomaniyaya yox deyək. Samir telefonunda var. Çox gözəl. Samir deyəsəmət olmasa. İndi fləşkartda olsaydı, Bürür xanım, siz onu sizə göstərərdik biz onu ki, nə gözəl uşaqlar videoçark hazırlayırlar, tədbir olacaq və demək, narkomaniya yox deyək və sonlar özləri də idmançıdır. Nə vaxt edəcəklər onu? Gələn həftə aldıqdır, bu həftəyə çatdırılır. Kimlər edirsiniz qurum? Biz, bunlar da dəvət edirlər. Çox gözəl, çox gözəl. Onu məlumatlarsa bizə təşkilatımızın səhifəsində paylaşarıq. Əvvəlində narkomaniya yox deyirik, sonra deyirik sağlam həyat seçir və bu uşaqlar özləri məşqlərindən orada göstərirlər. Göstərir, çevir. Sonra bu Cəsarət öz idman müəllimi kimi fəaliyyət göstərir, idmançıdır, Samirdə. Öz məşqlərindən uşaqları məşqlərindən orada özləri sağlam həyat dərsi seçək və biz həmişə tələbələrin əli ilə tərbiyə edirik. Ən gözəl metoddur. Bəli, bəli. Çünki bir tələbə deyəndə digər tələbələr də ona qulaq asırlar və düzgün yolla gedək, sağlam həyat dərsi seçək. Mən özüm narkomaniya üzrə Azərbaycanda təlimçiyəm. Həmişə Gənclər Fondunun təlimçilər bazasından keçmiş təlimçiyəm. Ondan əlavə də mən Gənclər Anti-Narkomaniya İctimai Birliyinin sədriyəm və bizim təşkilat bu yana narkotiklərlə mübarizə
Mübarizə İdarəsində üzv təşkilatdır. Və mən Bizim video çarxlarımız da var. Siz bir də gəlsin, ekrana verək. Sizi sabah keçirdilər. Ekrana verək. Bu dəqiqə var narkomaniya. Gözəl olaraq tədbirinizi keçməlisiniz. Bəlkə bunu yekunlaşaq, sonra keçək. 5 dəqiqə vaxtımız var. problem yoxdur. Bunu yekunlaşaq, hər bir şəkil çəkər, sonra çəkərik. Bu şəkil çəkərik, biz də paylaşarıq səhifəmizdə. Və sizlərə də deyəcəm ki, əgər narkomaniya ilə bağlı maarifləndirmədə aktiv şəkildə fəaliyyət göstərmək istəsəz, bizim təşkilata üzv ola bilərsiniz. Təşkilatımızın bütün sosial... Bunu o tədbirdə danışacaq. Yaxşı. Onu ona qatmayım. Mən həqiqətən, yəni kollecimizin tələbələrini gördüm, şad olum. Bir də bir söz deyim ki, bizim 3 sertifikatımız qalıb. Bunu da hansı tələbəyə istəsəz, yəni təqdim edə bilərik. Əhməd tələbənin Oxuqda bizə hətta oxuq tədbirdə, silsilə tədbirlərdə, ayrı-ayrı fənlər arası biz onu eləmişdik. Məsələn, coğrafiya müəllimi, onlar necə yanaşdılar, biologiya müəllimləri, onlar belə də bir silsilə tədbirlər silsilə tədbirlər oldu. Həm ağac əkmə aksiyalarında iştirak etdi tələbələrimiz, həm bilik yarışları keçirdik mövzu ilə əlaqədar. Sonra rəsm oldu, uşaqlar necə rəsm sərgimiz var, vaxtımız olsa gedib onlara baxarıq. Foyədə biz təşkil eləmişik. Həm uşaq hüquqları aylığı çərçivəsində, həm də 8 Noyabr Zəfər günü münasibətilə Mən həqiqətən gördüm ki, buradakı tələbələrdə yəni iş var, birgə fəaliyyət var. Bu həqiqətən bizim üçün aktiv tələbələri çoxdur. Xatırladım ki, bu il təkcə hələ 120 tələbəmiz Subakalar Universitetinə qəbul oldular. Bir tələbəmiz bu yaxınlarda Singapurda keçirilən bilik yarışmasında birinci medala layiq olub. Hər il tələbələrimiz ifa müsabiqəsində yerlər tuturlar. Öz bacarıqlarına görə də indi onlar pul qazanırlar. Tələbə kimi həm oxuyurlar, dərslərini də davam edirlər çox yaxşı, dərslərdə yaxşı oxuyurlar və belə bəli, bacarıqlarına görə də pul qazanırlar. Tək məqsədimiz odur ki, tələbələr həm biliyinə görə, həm bacarığına görə pul qazansın. Cəmiyyətə kömək etsinlər. Sonra könüllü kimi fəaliyyət göstərirlər tələbələrimiz. Şəhid ailələrini ziyarət edirlər, orada şəhid ailələrini ərəfəsindəyik və bizdə də artıq başlayıb ailələri şəhid ailələrini ziyarət edirlər, şəhid valideynlərinə kömək edirlər, onların evini təmizləməyə, bağışlamağa. Çox gözəl. Qəşəng işlər. Ona mən biz tədbirimizi yekunlaşdıraq, sonra tədbirimizi çıxarayım, sonra sertifikatlarımızı təqdim edəcəm. Tamam, bir dəfə onda yekunlaşdırıb, sonra sizə edəcəm. Hər birinizə xüsusi təşəkkürümü bildirirəm ki, sakitcə bir-birimizi dinlədik, bir-birimizi dinləməyi bacardıq. Buna görə xüsusi təşəkkürlərimi sizə bildirirəm ki, yəni bizdə bu formalaşıb. Ən gözəl bir hissdir ki, biz bir-birimizi dinləməyi bacarırıqsa, biz uğur qazana biləcəyik. Həqiqətən dinləmək bir özü bir mədəniyyətdir. Və bugün bizim bura gəlməmizdə, bu layihənin icra olunmasında bizə dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk ki, bu günləri bizim sertifikatlarımızı təmin etməyinə bizə köməkçi olub, yardımcı olub, həmçində bu layihənin icra olunmasında. Və təşkilata da öz təşəkkürümüzü bildiririk ki, Dünya Azərbaycanlıları Vətənpərvərlər İctimai Birliyi hər zaman gənclərin vətənpərvər ruhda böyüməsi üçün, gənclərin vətənpərvərlik ruhunu unutmaması üçün çalışır, müəyyən tədbirlər keçirir, yarışlar keçirir, hər zaman da gənclərin yanındadır. Ümumiyyətlə bizlər, qeyri-hökumət təşkilatları, ictimai birliklər olaraq hər zaman siz gənclərin yanındayıq. Çünki hər bir gəncimiz bizim gələcəyimizdir. Biz də sizin kimi gənclər olmuşuq, sizin kimi parkın önündə əyləşmişik və sizin kimi tədris almışıq. Tədris almaq heç bir yaşda gec deyil və hər zaman biz mütləq şəkildə maariflənməliyik. Tədrisi bitirdik, oxumaq bizim həyatımızda bitdi deyə bir anlayış yoxdur. Biz hər zaman, hər dövrdə oxumalıyıq, daha biliklərimizi təkmilləşdirməliyik, daha savadlı kadr olmalıyıq. Oxuduğumuz biliklər bəzən deyirlər ki, nəyə lazımdır, niyə lazımdır, biz bunu istifadə etmirik. Yox, əzizlərim, biz bunu hiss etməsək də müəyyən dövrlərdə oxuduğumuz biliklər bizim yaşadığımız həyatda, düşüncəmizdə bizə lazım olur. Bəzən görürük ki, birinci qrupa hazırlaşan şəxs deyir ki, tarix mənə lazım deyil, tarixi niyə oxuyuram? Amma yaşadığımız həyatda tarixi məqamlar, tarixi hadisələr mütləq şəkildə bizə lazım olur. Həmçinin də ki, kimyası olsun, biologiyası olsun, humanitar sahəyə verənlər deyir ki, bizə kimya niyə lazımdır, biologiya niyə lazımdır? Adi bir haldayım, içdiyimiz dərmanların kimyası bizə lazımdır, tərkibi lazımdır. Çox qəbul etsək, zəhərlənə bilərik. Yediyimiz yeməkləri qatışdırsaq, bizdə hansısa bir hallar baş verə bilər. Ona görə
mükəmməl hər sahədə ola bilməliyik, amma oxuyub məlumatlanmaq, öz gələcəyimiz üçün, öz sağlamlığımız üçün hər şeydən bilik almağa çalışmalıyıq. Sizlərin hər birinizə uğurlar arzulayıram. Bizim burada gənclərimiz var, bir-bir çağıracaq, sertifikatlarla təmin edək. Sonra hamı yerində əyləşsin. Xahiş edəcəm, indiki kimi yenə sakitliyə riayət edək və daha sonra kollektiv şəkil çəkdirəcəyik sizinlə. Bir daha öz təşəkkürümü bildirirəm kollec rəhbərliyinə, təşəkkürümü bildirirəm qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə və təşkilata öz təşəkkürümü bildirirəm ki, onlar bu günləri mənə bu layihənin rəhbəri olaraq seçiblər və bugün mən sizlərlə görüşdəyəm, sizləri tanıyıram. Bu həqiqətən mənim üçün də bir xoşdur ki, bu günləri mən artıq 30-dan çox insanla tanış oldum. Təşəkkürlər. Zəhmət olmasa. Gülbükə xanım. Buyurun. Hazırlaşsın Zəhra xanım. Bizə və Şalmayı da hazırlaşdı da yavaş-yavaş gəlin orada durun. Sən də gəl. Məhəmməd. Kop düşsün. Bəldə. Bizə 3 nəfər də. Cəsarət, düzdür, değil mi adı? Cəsarət, bəli. Müəllimə yaxın yazmışdı. Hazırlaşsın Günel. Cəsarət öğretmenliğe yaşıyor. Hazırlaşsın Nazim. Çünki müəllimə yaxın yazmışdı. İki kız da hazırlaşmışlar ama utanıblar çıxış eləməyə. Niyə də utandınız kızım? Onların da adı soyadı qeyd etsin. Bir də Əlinin adı qeyd edin. Əli. Yox. Bir də Nisa. Soyadı. Zərbəli. Kim? Sən də onu biraz aktiv. Kop haqqında öyrənmişdi, materiallar var idi. Sadəcə tanım danışmağa. Hər birinizi təbrik edirik, sertifikat alan gənclər. Biz istərdik hamını tərtib edək, amma əfsuslar olsun ki, bizim bugünkü gündəliyimizdə 20 sertifikat nəzərdə tutulmuşdu və mən bunları sizə verməkdən şad oldum. Çünki mən gənclərimizə sevinç qatmağı çox sevirəm və bu sizə bir uğur olsun, bu sizə bir stimul olsun, daha çox uğurlar əldə edəsiniz. Hər birinizə təşəkkürümü bildirirəm, çox sağ olun.